Xəzərdə İran gəmisi qəzaya uğradı. Həmin gəmi silah daşıyırdı. Ötən gün Xəzər dənizində qəzaya uğrayan İrana məxsus Rona yük gəmisi ilə bağlı yeni məlumat yayılıb. Qəzaya uğrayan gəmi silah daşıyırmış. Məlumata görə gəmi İrandan Rusiyaya silah aparırmış. Gəminin Xəzər dənizində batdığı da iddia olunur. Bildirilir ki, bu quru yük gəmisi tez-tez İran və Rusiya limanları arasında silah marşrutu ilə hərəkət edirdi. Xüsusilə də bu silah təchizatı marşrutu haqqında əvvəllər CNN və Wall Street jurnalı tərəfindən məlumatlar qeyd olunub. Məsələ ilə bağlı Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yaysa da, gəminin yükü daşıdığı barədə, hansı yükü daşıdığı barədə açıqlama verməyib. Qeyd eləyək ki, ötən gün Türkmənistan sahil xidməti İranın qəzaya uğrayan, sahil xidməti daha doğrusu, qəzaya uğrayan Rona yük gəmisindən SOS siqnalı alıb və görülən tədbirlər nəticəsində gəmidə 14 nəfər xilas edilə bilib.